münaqişə yarandı və mənim az yaşlı uşağımın barmağını sındırdılar. Darvaza salıblar bura, vəhşicəsinə svarkalayıblar bizim binaya. Zəbt eləmək qanunsuzdur və bu boşalmalıdır. Barometrin qaynar xəttinə Həzərslanov küçəsində yaşayan Məcidova İlahə xanımdan şikayət daxil olub. Bu binamız bizim Həzərslanov 56-da yerləşən binamız, Nərsimi rayonuna aidiyyatı var. Deməli, qanunda yazılıb ki, tarixi bina toxunulmazdır. Onun mühafizə zonası zəbt eləmilməzdir. Amma ki, bu hündür binanın sədri və onun işçiləri biz evdə olmayanda götürüblər, darvaza salıblar bura, vəhşicəsinə svarkalayıblar bizim binaya. İçərisində tualet qovşağı tikib yapışdırıblar bizim binaya. Su çəni qoyublar. Su çəni qoyandan sonra 3-cü mərtəbəyə su çox pis gəlir. Hələ istəlik avqustda istəyirdilər ikinci su çəni qoysunlar. Münaqişə yarandı və mənim az yaşlı uşağımın barmağını sındırdılar. Mədəni irsdən bizə məktub verdilər ki, zəbt eləmək qanunsuzdur və bu boşalmalıdır. Həftənin birinci günü bizim icra hakimiyyətinin qabuluna getdim mən, İlham müəllimin qabuluna. O tezə bizə təyin olunmuş icra başçısıdır və qabulda mən ona danışdım ki, iş nə yerdədir. Onların tikinti şöbəsinin işçisi Ələsgər müəllim və onun müdiri dəstək verirlər bu qanunsuzluğa. Hətta mədəni irsdən bu məktub gələndə ki, buralar boşalmalıdır və bura darvaza çıxılmalıdır, tualet qoşağı sökülməlidir, bak çıxmalıdır. Bunları mədəni irs idarəsi fövqəladə hallara, Nərsimi icra hakimiyyətinə göndərib, JEK bilir bunu. Amma Nərsimi icra hakimiyyəti dəstək verir bu qanunsuzluğa. İndiyənəcən bir ölçü götürmür. Temiz olsun, qapı sökülsün, ara olmalıdır. Her evin arasından ara olmalıdır da bu. Siz narazısınız ki, yəni bu yaşadığımız tarixi binaya yeni tikilini demək olar ki, birləşdiriblər. Düz başa düşürəm? Bəli. Məsələ ilə bağlı konsul MTK ilə əlaqə saxladıq. Şirkət nümayəndələri iddiaları əsassız saydı və bildirdilər ki, görülən bütün işlər qanunvericiliyə uyğun aparılır. Onlar bunu təsdiqləmək üçün tikinti ilə bağlı rəsmi sənədləri redaksiyamıza təqdim etdilər. O qapının ki, bir hissəsi birləşib o tarixi binaya. Yəni onunla bağlı bəs sizə problem yaranmadı? Siz o qapını qoyarkən? Hanım, o qapı yalan olmasın, bina tikiləndən qoydu. Həmin binaya aiddir o hissə, o yer, balaca kiçik yer. Bəli, ora bizdə su anbarı olmalıydı. Dolayısıyla biz su anbarını bazvala keçirdik, ora qaldı. Oranın da indi bağlıydı, heç kim də girmirdi. İndi amma narkomanlar da, kim gəldi, zibil atırlar, narkomanlar da hamısı girib çıxırlar oraya. Nədir ki, qapısı atırdı. Ora yəni yanğından mühafizə kimi bir yer olmayıb da, düz başa düşürəm?